Metex xan Hun imperatoru Teoman xanın oğludur. Teoman xan eramızdan əvvəl 200-cü ildə Hunları bir yerə toplayaraq tarixdə ilk türk dövlətini qurub. Atasının yerinə taxta çıxan Metex xan 35 il hökmdarlıq etdi. Ölkəsinin sərhədlərini Xəzər dənizindən Sakit okeanı sahillərinə qədər genişlətdi. Metex xan Çin ilə xan sülalələri arasındakı qarşılıqdan istifadə edərək eramızdan əvvəl 202-ci ildən etibarən hər il Çinə yürüş etdi. Şimali Çinin Şansi əyalətini ələ keçirdi. Sonra Çin səddini keçib 300 min nəfərdən ibarət Çin ordusunu məğlub edərək onları çıxılmaz vəziyyətdə qoydu. Məğlub olan Çin imperatoru ona illik vergi verəcəyinə söz verdi. Şimal əyalətlərinə isə vergi alaraq onları sərbəst buraxdı. Metex xanın Çin imperatoruna yazdığı məktub onun imperator kimi gücünün böyüklüyünü göstərir. Məktubda deyilir: Yay çəkə bilən bütün qövmlər bir ailə kimi birləşdilər. Şimaldakı ölkələrin hamısı hakimiyyətim altındadır. Ölkəmin nizam-intizam və təhlükəsizliyini təmin etdim. Hər kəs dinçilik şəraitində yaşayır. Göndərdiyim bir dəvə, 2 cinsat, 4 araba və 8 qoşqu atını qəbul etməyini xahiş edirəm. Əgər Əlahəzrəti mənim və Hunlarımın Çin səddinə yaxınlaşmağımızı istəmirsə, elçimin oraya gəlişinə qədər geri çəkilsin. Məktubunda həm kübar, həm də sərt ifadələr işlədən Metex xan Çin imperatorundan işğal etdiyi şimaldakı torpaqlardan çəkilməsini tələb edir. Bu tələblərdən sonra Çinlilər Hunların istəklərini yerinə yetirmək məcburiyyətində qalırlar. Onların yaşadıkları ucsuz-bucaqsız çöllüklər əkinçilik üçün əlverişli deyildi. Əsasən heyvandarlıqla məşğul olurdular. Adətən at və qoyun saxlayırdılar. Heyvanlarını bəsləmək üçün yaylaq və qışlaq arasında həyat sürürdülər. Hun iqtisadiyyatı üçün ticarət çox önəmli idi. Çindən başlayan və Asiyadan keçərək Qara dənizə qədər olan İpək yolu Çinlər və Hunlar arasında uzun illər davam edən müharibələrə səbəb olmuşdu. Metex xan Çini fəth etdikdən sonra orada qalmadı. Çünki çöllükdə daim sülhün olmasını istəyirdi. Onun Çinə qarşı tətbiq etdiyi siyasət etimadsızlıq prinsipi üzərində qurulmuşdu. Metex xanın Çin siyasəti bunlardan ibarət idi. Heç bir halda Çində yaşamamaq və oradan uzaq durmaq. Çini təzyiq altında saxlayaraq güclənməsinə imkan verməmək. Çindəki bazarları daim fəal saxlamaq.